Quyruq yağında Özbək plovu. Aslovu sizlər üçün İlyasın kasetində. Buna bax bir dənə. Gəlirsən, burada geçək. Buna bax, Özbək plovu. Nələr var bunun içində? Şabalıqdır. Yox, şabalık yox. Şabalık yoxdur. Markovdur. Markov yəni kök. Ha, sar kök. Yer kök. Yer kökü, ha. Kökdə kök, bildiğimiz kök. Aha. Noxuddur. Aha. Soğandır. Aha. Sarımsaqdır. Aha. Quyruq yağında pişir. Güzeldir, oynaşır. Dadlı yemeğe oxşuyur. Qəşəng bir şeydir, təzə əlavə olunur. Bulgurumuz var burada. Qarnirlərdən qreçkamız da əlavə olundu. Mərcimiz də var. Bu mərcimin dadı bilirsən nədir? Yəni elə bir İstanbulda və Boğaz Köprüsündə oturmuşsan, mərci yeyirsən, elə bir dadı var. Onu yeyənlər biləcək. Sən də bil. Bu nədir? Bu səbzi. Buradakı turşulu masa. Burada da geçen mal ətinin sosu var. Şonkamız var. Küftəmiz var. Burada da geçen dadlı yeməklər var. Və 24 saat buradayız. Sağ olun, var olun.